بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا tekilna ila enfusina tarfete aynin. Aziz, kıymetli kardeşler, hürmetli cemaat. Alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, xeyir, duası, bereketi olsun. Həmd olsun uca Allah'a. Allah Teala bizleri yeniden elm ve xeyir məclisində cəm edib topladı. Həqiqətən də insanın elm öyrənməsi, ömrünü, həyatını, zamanını, canını, malını, mülkünü, vaxtını elmə sərf etməsi Allah yanında ən hörmətli, ən şərafətli ibadətlərdən biridir. Kifayətdir ki, elm öyrənmək fərz ibadətlərdən sonra ən üstün, ən əzəmətli əməldir. Fərz namazlardan sonra, fərz Ramazan orucundan sonra, fərz olan həcdən, fərz olan zəkatdan sonra ən üstün elm öyrənməkdir. Hətta nafilə qılınan namazlar, nafilə tutulan oruclar, nafilə edilən ümrələr, nafilə verilən sədəqələrdən də üstündür. İnsanın elm öyrənib vaxtını, zamanını, ömrünü elmə sərf etməsi. Elm məclisləri bu dünyadakı cənnət bağçalarıdır. Sanki insan bu dünyada elm məclislərində oturub iştirak edərkən cənnətdən bir bağçadadır. Allah Teala elm öyrənmək üçün gələn şəxs ilə səma əhlinin yanında övünü fəxr edir. Səma əhli bilirsiniz, Allaha ibadət və itaat içərisində olan səmada 4 barmaq qədər yer yoxdur ki, mələklər ora alınların səcdəyə qoymamış olsunlar. Yarandıqları gündən qiyamda, rükuda, səcdədə mələklər. Allah Teala onların yanında elm məclislərində oturub iştirak edənlər ilə övünüb fəxr edir. Kim elm öyrənmək üçün gəlirsə, Allah Teala ona cənnətə gedən yolları, yəni ibadətləri asanlaşdırır. Elm öyrənmək üçün gələn şəxsin ayağının altına mələklər qanadların razılıq əlaməti olaraq sərirlər. Mənə bir deyin görüm, dünyada hansı əməl var ki, mələklər onu edən şəxsin ayağının altına qanadları razılıq əlaməti olaraq sərir? Hansı əməldir o? Elm öyrənmək, elm məclislərində iştirak etmək. Xüsusilə də bizim məclisimiz hədis məclisi. Qiyamət günü Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin şəfayətinə nail olmaq, Allah Teala hədis öyrənib, başa düşüb, əzbərləyib, onu başqalarına öyrədən şəxsin qiyamət günü üzün ağ edir. Resul sallallahu aleyhi və səlləm dua edib, hədislə məşğul olan şəxslərə deyib, Naddarallahu mrəən səmi'ə məqaləti fəvə'əhə fəəddəhə kəmə səmi'əhə. Allah Teala məndən bir hədis eşidib, onu başa düşüb, dərk edib, olduğu kimi başqalarına çatdıran şəxsin qiyamət günü üzün ağ etsin. Əlhəmdə hədisi eşidirik, yaxud da qrupda, kitabda oxuyuruq, başa düşürük, dərk edirik, onu başqalarına öyrədib çatdırırıq, yaxud da bir kiməsə göndərir, statsa qoyuruq, dua özü də bizə 3 qat olunur. Həm hədisi oxumağımıza görə, həm hədisi başa düşməyimizə görə, həm də hədisi başqalarına öyrətməyimizə görə. Birdən hədisi oxusaq və başa düşüb dərk eləsək, amma heç kimə göndərməsək, heç kimlə bölüşməsək, o zaman dua bizə bir dərəcə aşağı olur, amma yenə də olur. Onu oxuyub əzbərləməyimiz və onu başa düşüb dərk etməyimiz. Amma çatdırmadığımıza görə savab bir dərəcə aşağı olur. Birdən sadəcə hədisi oxudum, amma nə başa düşmədim, nə də başqalarını öyrədə bilmədim. Amma oxudum hədisi, başa düşənməmişəm, sadəcə oxumuşam. Yenə də sənə savab var. Baxın, subhanallah. Hətta oxuyub başa düşməsən belə, kiməsə öyrətməsən belə, sənə savab mükafat var. Oxusan, başa düşsən, kiməsə çatdırmasan, sənə 2 qat savab var. Ən yüksək savabı isə oxudun, başa düşdün, öyrəndin, başqalarına da öyrədib təbliğ etdin. Ən uca, ən ali məqam budur. Dəyərli cəmaat, Hafizən Nəvavi rahiməhullahın 40 hədis
kitabın Allahın müvəffəqiyyəti ilə Şeyx Salih Əl-Fovzan Hafizahullahın şərhi ilə oxumağa davam edirik. Keçən dərslərimizdə biz Əl-İrbad ibn Səriyədən rəvayət olunan məşhur hədisi oxuyurduq. Dinimizin demək olar ki, əsas mövzuların əhatə edən hədis. Bu hədisdə dinimizin əsli əsası özü var. Bu hədisdə Allah Resulü sallallahu aleyhi və səlləmin ən mühüm nəsiyyətləri, tövsiyələri var. Dəfələrcə bu hədisi oxumuşuq, yenə də hamılıqla təkrarlayıb yadında salağın. İrbad ibn Səriyə rəvayət olunan hədisdə deyir ki, günlərin bir günü Allah Resulü sallallahu aleyhi və səlləm bizə elə bir muizə edib, öyüd nəsiyyət etdi ki, qəlblər titrədi, gözlər yaş ilə doldu. Bunların hamısını, bu cümlələrin bir şərhini öyrənmişik. Biz dedik, ya Resulallah, bu sanki sağollaşıb gedən şəxsin, vidalaşan insanın nəsiyyətinə, tövsiyəsinə oxşayır. Elə isə bizə öyüd nəsiyyət ver. Və adətən insan sağollaşıb gedəndə, ayrılıb gedəndə ən mühüm xatırlamaları elib gedir. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, mən özümə və sizlərə Allahdan qorxmağı tövsiyə edirəm. İlk nəsiyyəti bu olur. Biz bunların hamısının şərhin oxumuşuq və əlhəmdə orada da yazılıb. Allahdan qorxmaq. Yəni, uca Allahın əmirlərini yerinə yetirib qadağalarından çəkinmək. Sonra əmir sahiblərini eşidib onlara itaat etmək. Hətta başınıza əmir sahibi olaraq Həbəşi kölə gəlmiş olsa belə. İlk nəsiyyəti Allahdan qorxmaq, ikinci nəsiyyəti əmir sahiblərini eşidib ona itaat etmək. Məndən sonra yaşayanlar çoxlu ixtilaflar görəcəklər. Həmin bu ixtilaflar zamanı sizə mənim və Raşid xalifələrimin sünnəsi ilə getməyi tövsiyə edirəm. Bu da üçüncü nəsiyyət. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur, ey iman gətirənlər, Allaha itaat edin, Peyğəmbərə itaat edin, içərinizdə olan əmr sahiblərinə itaat edin. Bir məsələdə ixtilafa düşsəniz, həmin ixtilafı qaytarın. Əgər həqiqi möminsinizsə, doğrudan bu yoldasınızsa, Allaha və onun Rasuluna. Özümün sünnəm və Raşid xəlifələrimin, yəni Abu Bakrın, Ömərin, Osmanın əlinin yolu. Onlar kimi Allaha ibadət etmək. Bunun da şərhin keçən dərsimizdə öyrəndik və dördüncü, sonuncu nəsiyyəti isə inşallah bu dərsimizdə öyrənəcəyik. Nabada dinə yenilik gətirməkdən çəkinin. Çünki hər bir yenilik bidətdir və hər bir bidət zəlalətdir və hər bir zəlalətin, çaşqınlığın, sapqınlığın axırı Allah qorusun cəhənnəm odunda yanmaqdır. Baxın, qardaşlarım, çox vaxt bizlər nəsiyyət etməyimiz tövsiyə olur. Qalıq gizələk, nədən danışaq? Elə bu hədisdəki mövzulardan danış. Allahdan qorxmaqdan danış, əmir sahiblərini eşidib ona itaat eləməkdən danış, sünnə ilə əməl etmək, Raşid xəlifələrin yoluna tabi olmaqdan danış, bidətdən və dinə yenilik gətirməkdən, çəkinməkdən danış. Dəyərli qardaşlarım, bax burada Şeyx Salih Əl-Fovzan, Allah Teala onu qorusun, bu hədisin şərhini gətirir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, çəkindirərək və uzaqlaşdıraraq nabada dinə yenilik gətirməkdən çəkinin. Çünki qardaşlarım, din kamil olub tamamlanmışdır artıq. Allah Teala buyurur, "El-yevme ekmeltu lekum dinakum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam dine." Bu gün sizin üçün. O gün hansı gün idi? Həftənin cümə günü, Arafa dağında müsəlmanlar toplanıb cəm olan günü. Yahudilər gəlir, möminlərə, müsəlmanlara deyir ki, sizdə elə bir gün var. Əgər o gün bizdə olsaydı, biz həmin günü bayram keçirdərdik. Həzrət Ömər deyir, o hansı gündür? Yahudilər deyir ki, Arafa günü. Yəni, Arafa günü o ayə nazil olan gün. Həzrət Ömər deyir ki, mən o hansı gün olduğunu və Peyğəmbər sallallahu aleyhi və səlləmin nə dediyini mən çox yaxşı bilirəm. O gün cümə günü idi, Qurban bayramı günü idi. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, Allah Teala bu ayəni nazil etdi. El-yevme ekmeltu lekum dinakum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam dine. Bugün sizin üçün dininizi kamil ettim. Size olan nimetimi, yani İslam'ı tamamladım. Sizin üçün din olarak İslam'ı beğenip seçtim. Daha doğrusu Yahudiler deyir ki, Kur'an'da sizde bir ayet var.
Əgər o bizdə olmuş olsaydı o ayənin nazil olduğu günü bayram keçirdərdik biz. Deyirlər, hansı ayədir? Bax, bu Maidə surəsinin ayəsini gətirir. Həzrət Ömər deyir ki, mən bilirəm o ayə nə vaxt nazil olur. Bu ayə cümə günü Peyğəmbər s.ə.v Arafa dağındaykən nazil olur. Bu ayədən sonra artıq qardaşlarım, dinin tamamlanmağı, dinin tam mükəmməl olmağı və ona nə isə əlavə olunmağı artıq haram və qadağan idi. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm neçə hədislərində buyurur ki, nabada dinə yenilik gətirməyin. Bir hədisində buyurur ki, mən əhdəfə fi əmrinə həzə mə leysə minhu fəhuvə raddun. Kim bizim bu dinimizə nəsə ondan olmayan bir yenilik gətirərsə, həmin şəxs tərk olunur. Baxın, hələ bidətdən qabaq şəxs tərk olunur. Buxari Müslim. Müslimin rəvayətində isə mən amilə əmələn leysə aleyhi əmruna fəhuvə raddun. Kim bizim əməl etmədiyimiz kimi əməl edərsə, o əməl rədd olunur. Demək, həm əməldən çəkinmək, həm də o əməli ixtira edib ortaya atandan, onu yayıb insanlar arasında təbliğ edəndən, ona dəstək olanlardan çəkinmək. Görürsünüz, qardaşlar. Həzrət Əlidən rəvayət olunan bir hədis var. Deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu. La'anallahu mən zəbəhə li qeyrillahi. Allah lənət eləsin Allahdan başqasına qurban kəsənə. Bu bir. La'anallahu mən la'anə valideyhi. Allah lənət eləsin valideynlərinə lənət oxuyana. La'anallahu mən qayyərə mənərəl ard. Allah lənət eləsin yerin sərhədlərini dəyişənə. Yəni, məsələn, mənlə qonşumuz arasında bir çəpər var, elə deyir. Mən o çəpəri özümün xeyrimə, qonşumun zərərinə biraz çəkirəm ona tərəf. Yer tuturam, Allah lənət gəlir. Dördüncü isə la'anallahu mən əvə muhdisən. Allah bidətçiyə sığınacaq verənə lənət eləsin. Görürsünüz, qardaşlar, bidət bu qədər təhlükəli bir əməldir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala Şaban ayının 15-ci gecəsi bütün məxluqata baxıb nəzər edir. Hamını bağışlayır, hamını əff edir iki nəfərdən başqa. Bir Allaha şərik qoşan, bir də bidət edən. Bu qədər böyük günahdır, qardaşlar. Bidətlə edilən ibadət Allah yanında qəbul olmur. Hətta sahibi ixlaslı olsa belə. Əməlin Allah yanında qəbul olması üçün bir əməl sahibi ixlaslı olmalıdır, Allah rızası, iki isə şəriətə və sünnəyə uyğun olmalıdır. Çoxlu rəvayətlər var bidətin nə qədər təhlükəli, hətta bidətçilərin nə qədər təhlükəli olmaları haqqında. Kifayətdir ki, şeytana ən sevimli olan günah bidətdir. İçkidən də, oğurluqdan da, hətta şirkdən də ən sevimli olan günah bidətdir. Səbəb, qardaşlarım, içki içiləndə İslam zərbə tapmır. Oğurluq olanda din zərbə tapmır. Hətta şirk qoşulanda belə dinə zərbə ziyan olmur. Amma bir bidət çıxanda sünnədən nəsə unudulur, geriyə düşür. Din zərbə alır. Alimlər buyururlar ki, elə ki İslama bir bidət düşür, bir yenilik gəlir, İslam başlayır oradan zəifləməyə. O qədər zəifləyir, o qədər zəifləyir, o qədər zəifləyir. Axırda düşmənlər gəlir, o müsəlmana, o qrupa zərər verir. Baxaq İslam tarixinə. Nə qədər ki insanlar Quranla, sünnə ilə əməl edirdilər, güclü idilər. Elə ki bidətlər çıxdı, havariclər, mu'təzilələr, rafizlər və s. başladı zəifləməyə, müsəlmanlar bir-birlərin qırmağa. Səhabələr arasında nə zaman ixtilaf döyüşlər oldu? Sünnə ilə əməl edəndə, Quranla sünnə əməl edəndə, yoxsa havaric bidət çıxanda? Havaric bidət çıxanda. Nə zaman elm məclislərindən tərk olunma başladı? Hasan-ül Basri'nin məclisindən Vasil ibn Ata niyə durub getdi? Niyə durub getdi, qardaşlar? Mu'təzilənin bidəti çıxanda. Səhabələr nə zaman söyülməyə başlandı? Möminlərin anaları nə zaman təhqir olundu? Yahudi xaspərəstlərə görə? İnsanlar sünnə əməl edilənə görə? Yox. Rafizi bidəti çıxdığına görə. Və s. nə qədər sayaraq. Nə zaman Allahın təqdiratından azaldı? Allah layiqincə dəyərləndirilmədi. Allah hər yerdə də deyildi.
Allah Teala haşa danışmaq demə. Allah Teala arşın üzərindədir demə. Allah Teala səmada demə. Nə zaman çıxdı bu? Aşari və Maturidilər meydana gələndən sonra. Və beləcə qardaşlarım, İslam'a ən böyük ziyan, zərbə bəs bu bidətlər səbəbilə oldu. Əlbəttə mövzu, yenə deyirəm, çox genişdir. Kifayətdir ki, şeyxlərin bu haqda dərsləri var. Demək, həm bidət, həm də bidəti elən şəxs tərk olunur. Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, nabada dinə yenilik gətirməkdən çəkin. Dində yenilik eləmək olmaz. Dində, yəni ibadətlərimizə, ibadətlər tövqifidir. Yəni, Quranda, sünnədə necə gəlibsə o şəkildədir. Ora nəsə gətirmək haramdır, icazəli deyildir. Ona görə deyirlər, əşyaların əsli halaldır, ibadətlərin əsli haramdır. Nə deməkdir əşyaların əsli halaldır? Yəni, Allahın buyurduğu əşyalar, yeməklər, içməklər, hava, səfərlər, tikmək, sökmək, dağıtmaq, hər şey, hamısı miniklər və s. əsli halaldır. Yəni, Allah Teala onları yaradıb, verib bəndələrinin ixtiyarına, istifadə edin. Yeyin, için, geyinin, tikin, alın, sürün, minin, əsli halaldır. Yalnız qadağan etdiklərindən başqa. Məsələn, deyib ki, hər şeyi yiyin, bunları yemin. Hər şey üçün, bunu için. Hər şey geyinin, buna fikir verin. İbadətlərdə isə əsl budur ki, haramdır. Yəni, Allah Teala qoyub, təyin edib şəriətin, artıq o şəriətlə əməl olunmalıdır. O şəriətə nəsə özündən gətirmək, qoşmaq haramdır, icazəli deyil, ta qiyamətə qədər. Hətta qiyamətə yaxın İsa Peyğəmbər yer üzərinə nazil olanda bizim etiqadımıza görə Quran, sünnə, səhabələrin inancı budur ki, Allah Teala buyurur. İsa Aleyhisselam ölməyib. Allah Teala onu öz yanına qaldırıb. O sağdır bu dəqiqə. Allah yanında. O qiyamətə yaxın gələndə yer üzərində öz şəriətinə hökm verməyəcək. Muhammed sallallahu aleyhi və səlləmin şəriətinə hökm verəcək. Mehdi, Allah ondan razı olsun, qiyamətə yaxın gələndə Muhammed sallallahu aleyhi və səlləmin şəriətinə insanlarına hökm. Ona görə deyirlər, onun gəlişi ədalət bərqərar olacaq. Səbəb nədir? Quran, sünnə, sahabələrlə hökm verəcəyinə görə. Bu bilinməz. Amma dünya işlərini yenilik olar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyur ki, "Entum a'lemu bi emri dunyakum minni." Siz dünya işləri məndən yaxşı bilirsiniz. Dünya işlərində elhamdülillah. Məsələn, keçmişdə insanlar dəvə sürürdü, at sürürdü. İnsanlar elhamdülillah ixtiralar elədilər. Dəmirin, Allah Taala'nın onlara öyrətmiş olduğu elmlə dəmirdən yeni miniklər ixtira olundu. İndi maşın sürürük. İndi hər şey sürətlənib. Yəni mən atla, dəvə ilə getmək əvəzimə maşınla gedirəm və ya təyyarə ilə gedirəm. O dövrdə minik o idisə indi budur. Hər şey. Dünya işlərinə yenilik olar. Dünya işləri yeniliyə açıqdır, amma dində olmaz. İmam Malik, Allah ona rəhmət etsin, deyir ki, əgər insanlar əvvəlkilərin, yəni səhabələrin yoluna qayıtmasalar, izzət, güc, qüvvə tapa bilməyəcək. O dövrdəkilər nə ilə islah oldularsa, indikilər də onunla islah olmasalar, xeyir tapmayacaqlar. O dövrdəkilərin də islah olduğu nə idi? Quran, sünnə, səhabələrin yolu. Qardaşlarım, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər bir bidət zəlalətdir. Demək, çəkindirdi dində yenilik etməyi və dində yenilik etmək adlandırıldı nə? Bidət. Həmişə eşidirik bu sözü, bidət, bidət, bidət. Demək, bidət nə deməkdir? Dinə yenilik gətirmək, dində nəsə ixtira edək. Dünya işlərində bidət olar, amma dində olmaz. Və sonra buyurdu ki, hər bir bidətin axırı cəhənnəm odunda yanmaqdır. Demək, heç də yaxşı bidət, pis bidət yoxdur. Heç də açıq bidət, gizli bidət yoxdur. Heç də kulli bidət, cüz'i bidət yoxdur. Dedi, hər bir bidət, istisnasız icazəli deyil, haramdır. Hamısında axırı Allah qorusun və hədələdi ki, cəhənnəm odunda yanmaqdır. İnsan bidətindən tövbə etmədiksə, onun əməlləri Allaha yüksəlməyəcək. Allaha qalxmayacaq.
Peyğəmbər sallallahu aleyhi və səlləm qiyamət günü ümmətim, ümmətim deyəndə bir qrup şəxsləri hovuzun ətrafından mələklər qovub atacaq qırağa. Allah Resulü sallallahu aleyhi və səlləm onlara deyəcək ki, nə üçün onları uzaqlaşdırırsın? Onlar ki, mənim ümmətimdəndir. Mələklər deyəcək, xeyr, onlar sənin ümmətindən deyirlər. Səbəb, namaz qılmırlardı, oruç tutmurlardı. Yox, onlar sənin dininə öz əlavələr gətirir, yeniliklər gətirdilər. Və ona görə Peyğəmbər s.ə.v deyəcək, onda onlar rədd edin bunu, uzaqlaşdırın mən yanımdan. Görürsünüz qardaşlarım, bidətçi yeganə tayfadır ki, bidətçi, bidətə dəvət eləyən, bidəti insanlar arasında yayan, təşviq eləyən, çağıran şəriətdə onunla salam, sabah, dostluq, münasibət tərk olunur. İcazəli deyil, haramdır. Hətta ölsə belə cənazəsinə gedilmir. Ölsə belə cənazəsinə gedilmir. Ta ki, tövbə edib, haqqa gələnə qədər. Haqqa qaydana qədər. Allah Teala bizləri eşitib, başa düşür, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin və əlhəmdə bununla da 28-ci hədis. Əlhəmdə bitir, tamamlandı. Gələn dərs inşallah 29-cu hədisə başlamışdan qabaq bu hədisi hər bir qardaşımız artıq əzbərləsin və hamıdan bir-bir soruşaq, sonra 29-cu dərsə başlamaq. Allah Teala razı olsun hamınızdan. Uca Allah bizləri eşitib, başa düşür, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.